Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər, dəyərli izləyicilər. 2025-2026-cı tədris ilinin 11-ci sinifləri. Təbii ki, bu video sizə aiddir və artıq biz indidən başlayıb təkrar edirik və hər zamanki kimi mənim möhtəşəm sınaqlarım sizlər üçün də mövcud olacaq. Elə indidən biz başlamışıq. Artıq 2024-2025-in tədris ili üzrə buraxılış imtahanları yekunlaşıb. Bəzilərinin cavabları da çıxıb, məzunlar istisna olmaqla. Artıq mən də belə bir qərara gəldim ki, sizlər üçün növbəti tədris ili üçün hazırlıq məqsədilə sınaqlar paylaşım. İnşallah ona yaxın sınaq paylaşmağı planlaşdırıram. 3-ünü paylaşmışam. Növbətiləri də inşallah növbəti günlərdə paylaşacağam. Siz də həmin paylaşımlardan, PDF-lərdən dərhal xəbərdar olmaq istəyirsinizsə, ekranda gördüyünüz nömrəyə əlaqə saxlaya bilərsiniz. Və bir neçə elanı sizin diqqətinizi çatdırmaq istəyirəm. Rahat şəkildə mövzuları tam şəkildə öyrənmək istəyirsənsə, yay qruplarına qoşula bilərsən və yay qruplarımıza qeydiyyat başlayıb artıq. Ekranda məlumatlar əks olunub və yay qrupunun ən böyük üstünlüyü odur ki, proqramı rahat şəkildə gedib tez bitirmək olur. Artıq məsələn biz may ayında başlayırıqsa, sentyabr, oktyabr ayına artıq biz birinci hissəni belə deyim yekunlaşdırmağı düşünürük. Yəni müəyyən bir proqram üzrə irəliləyəcəyik təbii ki. Baxaq indi sınağın izahına. Bunlar bizim uğurlarımız da görünür. Həm sentyabrda qrup olacaq, sentyabr qrup olacaq, həm də may qrup olacaq. Kim hansını istəsə qoşula bilər. Amma tövsiyə edirəm ki, may qrupuna qoşulasınız ki, daha rahat olsun sizlər üçün. J nöqtəsi ABC-nin ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. Və bu medianı mən uzadıram. Medianın xassəsi var idi ki, tərəfi yarı bölür. Yəni mən bura bir x desəm, bura da olacaq x və bura 2x olacaq. Çünki adam mənə deyir ki, AC BC-yə bərabərdir. Və 2-nin birə nisbətdə bölünə görə burada x olacaq. Və artıq bu da 3 dənə bərabər hissə yaranır. Bu da ancaq düzbucaqlı üçbucaqdadır. Möhtəşəm üçlükdədir. Natural ədəd olarsa. Natural ədəd olma şərtində n-in ən kiçik qiymətinin rəqəmlərin cəmindir. 6, 8 və 9-a bölünən ədəd olmalıdır. Təbii ki, bizdə bu əkobunu tapacağıq. 6, 8, 9. Bunun əkobunu tapacağım. Əkobu necə tapıram? İkisinin əkobunu tapıram. 6 ilə 8-in əkobu bizə 24-dür. Əkob 24, 9. 24 ilə də 9-un əkobunu tapsam, 3-ü çıxarsam qarşıya, olacaq əkob 24-dən 3-ü çıxarsam 8, 9-dan 3-ü çıxarsam 3. 3 ilə 8-in əkobu qarşılıqlı sadə deyə bizə hasilini verir. 72. Bunu rəqəmlərini cəm eləyəcək 9. Sonra 3-cü suala baxaq. M və n sadə ədədlərdirsə, m-in hasilinin neçə natural böləni var? Və görürsənіз, sadə ədədsə, məsələn, deyirsən ki, 2-2. Amma deyir ki, bir-birinə fərqli sadə ədədlərdir. O zaman birinə 2 deyə bilərəm, birinə də 3 deyə bilərəm. İndi bunun hasilini tapaq. 2 vur 3. Natural bölənlərin sayı üstlərin bir vahid artırıb bir-birinə vururam. 1 plus 1, 1 plus 1. Bu da bərabərdir 4-ə. İndi məsələn, siz deyə bilərsiniz ki, niyə 2-3 verdin? 2-3 verim, 2-5 ver. 2-7 ver. 7-11 ver. Yəni dəyişən bir şey yoxdur. Bir dənə burada sən bir qaydanı unutma ki, bir-birindən fərqli ədəd verməlisən. Çünki fərqlilik şərti verir mənə. Bunların hamısını çevirək düzgün olmayan kəsrə ya da ehtiyac yoxdur. Deməli 3-ün üstünə 2 gəlirəm. 5, 5-dən 4-ü çıxıram, bir tam hissə qalmır. Olur 15-də. 15-i bölürəm 5-ə, vururam 4-ə. 15, 12, üstə gəlir. 15-i vururam 3, bölürəm 3-ə, vururam 1-ə. 15, 3, 5, sıxılsın. 15-i bölürəm 3-ə, vururam 2-yə. 10. Yox, artıq gəl bunu biz onluq düzgün olmayan kəsrə çevirək, elə baxaq buna. Bu olacaq deməli 5-də 19. Üstə gələk, 3-də 7, sıxılsın, 3-də 4 14. Ortaq məxrəc edeyim. Ortaq məxrəc olacaq
Birinci cəlb eləyək də. Hə, ortaq məxrəc 5-də 19. Bunlar bir-birinə çıxa bilər. Məxrəcləri eynidir. 3-də 7. Artıq indi mən ortaq məxrəc eləyə bilərəm. Sən ən sadə yolla mən sənə demək istəyirəm. 3-də 9-un 27, 2 yadda, 3, 4, 5. Çıxılsın, 15-i 3-ə 5, 5 dəfə 7-dən 35. Bu da bərabərdir 15-də 5-dən 22. Bu da bərabərdir 1,15-də 7. D variantı. 5-ci suala baxaq. Bir işin 3-də 1-in əli 4-də 1-in Osman gördü. Qalan işin yarısını Osman, yarısını əli görərsə, əli bu işin hansı hissəsini görmüş olar? İşim olsun 24x. Niyə 24x deyirəm? Sonunda görəcəksin. Əli 3-də 1-in görüb. Əli 24-ün 3-də 1 hissəsi. Yəni 24x-i 3-də 1-ə vururam. Bərabərdir 8x. Deməli, əli işin 8x-ini görüb. Osman 24x-in 4-də 1-ini görüb. 6x. Qalan işin yarısını Osman. Qalan iş 8x, 6x. Cəmi 14x oldu mu? Qalan işi də tapmaq üçün ümumi işdən görülən işi çıxmalıyam mən. Bərabərdir 10x. Yarısını 50 görüb. 8x-in görmüşdü. Bunun yarısı 5'dir. Üzərinə də 5 gəlirəm. 13x. Yarısında Osman görüb. 6x-in görmüşdü. Üzərinə də bunun yarısında 5x-i gəlirəm. 11x. 50 bu işin hansı hissəsini görüb? Bu iş deməli 24x idi. 50 görüb 13x. Məsələn 13x bölü 24x. Bu da bərabərdir 13 bölü 24. Mən 24x dedim ki 3-də 1-in və 4-də 1-in tapanda kəsirə getməyim. Məqsəd o idi. Sonsuz dövrünlük kəsir şəklində göstərin. 16 bölü 45. Deməli 0 tam 0 tam. Deməli 160-da 45 neçə dəfə düşəcək bizdə? 3 dəfə. 3 dəfə 5-in 15 bir yerdə. 3 dəfə 4-ün 12, 13. 5, 2. Sonra 5 dəfə. 5 dəfə 5-in 25, 2 yerdə. 5 dəfə 4-ün 20, 22. Ondan 5-in 5-i. 4-dən 2-nin 2-si 0. Bir yenə 5 dəfə görürəm. 5-lər təkrarlanır. 0,3 dövrdə 5. A variantı. 7-yə baxaq. X ədədinin 25%, Y-in 35%-nə bərabərdir. X vur 25 bölü 100, Y-in 35%-nə. Y vur 35 bölü 100. 100'lər gedir. 25x bərabərdir 35y-ə. Hər tərəfini 5-ə bölsəm, 5x bərabərdir 7y. Gətirək yazaq yerinə. 7y bölü y bərabərdir 7. Y variantı. Cəmi 231 olan ABC ədədləri uyğun olaraq 3 və 5 ilə düz 4-dən tərsdir. 3x, 5x, 4-dən tərs isə 4-də 1x. Və bunların cəmi, yəni 3x üstə gələk 5x üstə gələk 1 bölü 4x bərabərdir 231-ə. 3 ilə 5 bizə 8x eləyir. 8x üstə gələk 4-də 1x bərabərdir 231-ə. Hər tərəfin 4-ə vursam 32x üstə gələk x bərabərdir 4 dəfə 1-in 4, 4 dəfə 12, 4 dəfə 2-in 8, 924. 4-ə vurmuşam da mən bunu. 924-ü də bölürəm 33-ə. 33x bərabərdir 924. X də bərabərdir 28. Bizə nə deyir? B minus A-nı tapın. Deməli bu A idi. Bu B idi. Bu da C idi. B minus A-nı istəyir məndən. Deməli 28-i 3-ə vuracam. Bu olacaq 84. 5-ə vuracam. Bu da olacaq 140. B minus A. 140 minus 84. 6, 5. 56.
8'e doğru cavab C variantı. 9'a baxaq. A və B mənfi ədəd olarsa ən böyükdür. Buna deyirəm mənfi 1, buna da deyirəm mənfi 2. Qoyaq yerinə baxaq görək hansı ən böyükdür. Mənfi 1 üstəcə 2 mənfi toplanır, mənfi eləyir A çıx B. Deməli, mənfi 1 çıx mənfi 2. Bu da mənə verir 1'i. B çıx A. Mənfi 2 çıx mənfi 1. Bu da mənə verir mənfi 1'i. Mənfi A 1 üstə gələ 2. Bu da mənə verir 3'ü. A mənfi 1 üstə gələ 2 vur mənfi 2. Bu da mənə verir mənfi 5'i. Ən böyük istəyir məndən təbii ki D variantı olacaq. Yəni belə yerinə qiymət qoyub baxa bilərsən. 2 müsbət ədədin cəmi o zaman sıfırdır ki, bunlar ayrı-ayrılıqda sıfır olar. A üstə gələ kök altında 3 bərabərdir 0. A bərabərdir mənfi kök 3. 2B minus 6 bərabərdir 0. B də bərabərdir 3'ə. AB hasilini istəyir da səndən. A vur B də bərabərdir mənfi 3 kök 3. B variantı. Sonra 11'ə baxaq. Bunların ikisini müxtəsərə görə açsam A çıx B, A plus B. Və bunlardan mənfini qarşıya çıxarsam A plus B qalır. Və A plus B-ni ortaq vuruq kimi çıxartsam qalır A çıx B çıx 1. Bax belə. A çıx B çıx 1. A variantı. 13-cü suala baxaq. İfadəsini deyir sadələşdirin. Yuxarı kub üstünə görə açıram. Olur x çıx 1. Birincinin kvadratı. Birinci ilə ikincinin hasili. İkincinin kvadratı. Bölünsün. 1 minus x 1 plus x plus 1 ya da 1 plus x bunun önemi yoxdur. İndi böləndə tərsinə vuracam. Böləndə tərsinə vuracam. 1 çıxılsın. Bunu yazıram. 1'in kvadratı çıx x kvadratının kvadratı kimi. Və aşağıda x kvadratı üstə gələ x üstə gələ 1'də düşür aşağı. Vurulsun. Vurulsun. 1 yuxarıda. Bu da müxtəsərdir da. X çıxılsın 1'in kvadratı. Mən bunu bu tipdə izah edirəm. Sən bunun müxtəsər olduğunu görə bilmirsənsə, sən deməli rasional kəsrlərdə problem var. Ona görə onu öyrən. Məsələn, sınağın məqsədi nədir? Bax, bu sınağı işlədin. Gördün ki, məsələn, rasionalda sənin problem var. Ged otur, işlə onu. Və bu əslində çox gözəl bir fürsətdir sizin üçün. O boşluqları doldurmağa görə deyirəm. Deməli, burada nələr gedəcək? Bunlar getdi. Bununla bunun biri getdi. İndi qalanları yazaq. Bunu müxtəsər tətbiq eləyəcəm. 1 çıx x kvadratı 1 plus x kvadratı. Aşağıda nə qaldı? Aşağıda deyə bilər bu. Yəni bunu elə bir dəfə 1 minus x kvadratı kimi yaza bilərəm mən. Aha. İndi davam edək. Bir də bunun bir dənəsi qalıb da bizdə. X çıx 1 qalıb. Bununla da bu gedir. Yuxarıda qalır. Deməli 1 plus x kvadrat. Aşağıda da x çıx 1. B variantı. 13-cü suala baxıram. 9'dan çıxır 3. 19'dan 3 çıxanda 16. 16'dan çıxır 4. 16'dan çıxır 4. 21'in üzerinde 4, 25. 25'den de çıxır 5. Bu variant. İç-içədir da, iç-içə köklərdir. Mən bu A'ya kök altda A'nın kvadratı kimi baxa bilərəm. 4'ə də 2'nin kvadratı kimi baxa bilərəm. Aşağıda da kök altda A çıx 2 yaza bilərəm. Bunu kök altında A çıx 2, kök altında A plus 2 şəklində yazsam, aşağıda da olacaq kök altda A çıx 2. Bunlar gedir. Alır kök altında A üstə gələ 2. C variantı. 15'ə baxaq. 6 traktor sahəni 6 traktor 10 günə şumlayır. 15 traktor x günə şumlayar. Bu zamandır
Bu da işçidir. İş yoxdur. İş yoxdursa tərs. İş varsa düzdür, iş yoxdursa tərsdir. Tərsdə qarşı-qarşıya vurulur. 60 bərabərdir 15x. X də bərabərdir 4-ə. B variantı. 9-a 12, 16-ya bölək qalıqda 6 alınan. 9-a əkobun tapıram. Yəni həm 9-a bölünsün, həm 12-yə bölünsün, həm 16-ya bölünsün. Bunların əkobunu tapırıq da biz. 2-2 tapıram. 9-dan 12-nin əkobu aydın məsələdir ki, 36-dır. İndi 36 ilə 16-nın əkobunu tapacağım. Bunların ikisindən mən məsələn 4-ü çıxara bilərəm ortaq vuruq kimi. 4-ü çıxarsam olacaq əkob 9, 4. Bu da bərabərdir. 4 vurulsun. 9 ilə 4-ün qarşılıqlı sadə olduğuna görə əkobu hasilidir. 24, 4 təvəssün 12, 14. 144. İndi qalıqda 6 alınsın deyir deyə 144-ün üzərinə də 6-nı gəlirəm. Olur 150. Ən kiçik 3 rəqəmli ədədi tapın. 150. D variantı. 17-yə baxaq. Bu tip ifadələrdə biz həmişə deyirik ki, A bərabərdir 2K, B bərabərdir 5K. Gətirib yerinə qoysam olur əkob cəmi 7K, fərqi 3K. Sıxılsın 5 vurulsun. Əboba bu hərfi deyə bilərəm. Əbob da töv yazaq. 2A plus B. 2A 4K'dır. B-nin üzərinə gəlirəm 9K. B minus A 3K. Bərabərdir 18. 7K'nın 3K. Burada məsələn sən K'nı ortaq vuruq kimi çıxardıb əkob 7, 3 kimi düşünə bilərsən. 5 vurulsun. Bunun ikisindən 3K'nı çıxarsam çölə. Qalar əbob 3, 1. Bərabərdir 18. 7 ilə 3-ün əkobu bunların hasilini verir deyə 21K sıxılsın. 3 ilə 1-in əbobu 1-i verir deyə 15K. Bərabərdir 18. 6K 18. K3. K-nı mən 3 tapmışamsa, onda A olacaq 2 vur 3, 6, B də olacaq 5 vur 3, 15. Bunlar da cəmi 21. Yəni, sən bunu görən kimi o dəqiqə qorxma, A plus B olsun da, sən qaydan var. Bu qayda varsa, sən bunu bilirsənsə, sənə problem olmamalıdır. Hə, gəlik əsas məsələlərdən birinə. Rasional ifadə deyil. Ümumiyyətlə, bir şey yadda saxlayın ki, rasional olması üçün həm sürət, həm məxrəc çoxhədli şəklində göstərilməlidir. Biz də bir hədlinin tərifində belə bir şey demişik ki, bir hədli bir həddə olan çoxhədlidir. Və burada modul var. Bu rasional ifadə deyil. Burada kök var. Yəni çoxhədli deyilsə bu da rasional ifadə deyil. Burada heç bir problem yoxdur. Burada da həmçinin. Burada heç bir problem yoxdur. Ədəd ola bilər kökün altında olsun. Dəyişən olmaz kökün altında. Burada da heç bir problem yoxdur. Bu da heç nə. Məxrəci 1-dir. Burada da heç bir problem yoxdur. Yəni 2 dənəsi rasional ifadə deyil. 19-a baxaq. Bir hədlisinin qüvvəti 16-dır. Qüvvət üstlərinin cəmidir. 16. N bərabərdir 13. Gətirək burada yerinə yazaq. Bu da üstlərin cəmidir. N üstə gələk N plus 1. N 13 isə 13 üstə gələk 13 üstə gələk 1. Daha doğrusu hədə birəzin qüvvəti N çıxılsın 2 üstə gələk 5 bərabərdir 16. Qüvvəti ilə əmsalını istəyir da bizdə. Qoyaq yerinə 4x üstündə 13, y üstündə 14. Əmsalın cəmi. Deməli əmsal 4-dür. Qüvvətli üstlərin cəmidir 27. Cəm edir 31. 20-ci suala bax. Maya dəyəri 10 manat olan bir ayaqqabıdan 10 manatım 100%-dir. Maya dəyərim 100%-dir. 30% qazanc olarsa onda 130 olur. Neçə manat x? 100x bərabərdir 130 vur 10. Yəni 1300. X də bərabərdir 13. 13 manata satmaq lazımdır. 21-ə baxaq. 3 hissəyə bölünmüşdür. 3x, 3k, 5k, 12k. Böyük hissə
Bu ədəd deyirsə bunların cəmini götürürəm. Neçə faizidir deyirsə də 100-ə vururam. K'lar gedir. Bununla bu gedir. 5 60 faizidir. 22'ye baxaq. Ədəd 100. Sonda səndən əvvəlkin istəmirsə, sən 100 götürə bilərsən. Neçə faiz azalır? 80 faiz azalırsa 20. Neçə dəfə azalıb? Təbii ki 5 dəfə azalıb da. 100-dən 20'ye gəlmişəmsə 5 dəfə azalma var. 2 rəqəmli ədədin 16 faizi onun rəqəmlərin cəminə bərabər olarsa, 2 rəqəmli ədəd 16 faizi 2 rəqəmli ədədin 16 faizi onun rəqəmlərin cəminə bərabərdir. Bu. Bunu indi çarpaz bıraq. 16 vurulsun 10'a üstə gələk B bərabərdir 100 vurulsun A plus B. 160A üstə gələk 16B bərabərdir 100A üstə gələk 100B. Buradan deməli 160'dan 100 çıxanda 60A bərabərdir 10'dan 6 4 84B. Bu ədədi deyir tapın. Bunun hər tərəfin 12'ye ixtisar eləsən 5A bərabərdir 7B. Buradan rəqəmdir deyə. Məsələn, normalda qaydan budur. 7K, B də bərabərdir 5K. Amma rəqəmdir deyə K'nın yalnız bir halına baxacağım. A bərabərdir 7, B bərabərdir 5. Bu ədədi tapın deyir. Bu ədədin bu idi da. AB gətirib yerinə qoysam A'nın yerinə 7, B'nin yerinə 5, 75. 24'ə baxaq. Ədədin üzərinə onun 29 hissəsi və 15 əlavəsi 44 alınır. Bax, bayaqki məsələ burada düzəşdirir. Ədədi mən götürəcəm 102. Ədədim olur 102. Onun 20'də 9 hissəsini 102'sin 20'də 9 hissəsini və 15 əlavə eləyəndə 44 alınacaq. Vəssalam. Burada artıq mən kəsirdən işləməyəcəm. 5x 45 x üstə gələk 15 bərabərdir 44. 60x bərabərdir 44. X də bərabərdir 44 bölünsün 60. Bunu ixtisar edirəm 4'ə. 15 4'ə 11. Ədədin üzərinə ədədin üzərinə tənliyi səhv qurdum. Ədədin üzərinə deyir. Ədədin 29 hissəsi bir. Ədədin üzərinə onun, yəni 102'sin 20'də 9'un gəlmişəm. Plusda 15 əlavə eləmişəm ki 44 almışam. 102 üstə gələk. Bayaq bunu hesaplamışdıq da 5 45x üstə gələk 15 bərabərdir 44. 145 x bərabərdir 29. X də bərabərdir 5'ə. Gördün? Məsələn, amma biz x götürsəydim, sən məcbur idin orada kəsirlərin özünü yorasan. X 5'də deməli ədədin yerinə qoysan 500'ü. Bunda 10'da 1 hissəsinin 3 misli. 500'ün 10'da 1'ini tapıram və 3 mislini tapıram. Bundan bu gedir 50'nin 3'ə vuranda 150. Nəsə səhv gedir burada. Bizdə dəqiqə. 5'də 1 olur da bu. Bu 5'də 1 olur. 5'də 1 olur. Bunun da x'in yerinə gətirib 5'də 1 qoysam 100 vurulsun 5'də 1 bərabərdir 20. 20'nin deyir 10'da 1 hissəsi 20 vur 10'da 1 3 misli. Bundan bu gedir 2. 2'nin 3'ə vuranda 6. Görün heç bir kəsir işləmədi. Bir dənə burada cavabı kəsirdən aldım. O da normaldır. İndi bu tip məsələlərdə sən ədədi elə bir şey götürməlisən ki artıq orada sən kəsirdən işləməyə bilərsən. 120'nin mürəkkəb bölənlərinin sayını tapın. 120'ni ayıraq sadə vuruqlara. 2'ye bölünür 60.
3'ə bölünür 20, 5'ə bölünür 4, 2'yə bölünür 2, 2, 1. İndi bir nəfər ilə yazacaq ki, müəllim 60 axı 3-dən əvvəl 2'yə bölünür. Sənin məqsədin bunun sağ tərəfinin sadə ədəd olmasını göstərmək. Yəni ancaq sadə ədədlər olmalıdır. Orada ardıcıllığın heç bir önəmi yoxdur. 60'ı 3'ə 20, 20'ni 5'ə 4, 2, 2. Aha, indi bunu qüvvət şəklində göstərək. 2'nin kubu 3, 5. Düzümü? Mən birinci bunun mürəkkəb bölənlərin sayı deyəndə, birinci bu natural bölənlərin sayından, yəni 3 üstə gələk 1, 1 üstə gələk 1, 5 üstə gələk 1. Bu bunun natural bölənlərin sayıdır. 4 vur 2 vur 6, 48. Bu bunun natural bölənlərin sayıdır. Mən natural bölənlərin sayından mürəkkəb bölənlərin sayını deyirsə mənə, mürəkkəb bölənlərin sayını tapın deyir. Burada 5 plus 1 yox, 1 plus 1. Onda bu da olur 2, 16. Ümumi natural bölənlərin sayına sadələrin çıxıram 3 və 1'i də çıxıram. 1'i niyə çıxıram? Çünki axı bunların içərisində 1 də var. 1 nə sadə deyil, nə mürəkkəb. Ona görə mən o 1'i çıxmalıyam orada. Belə, uğurlar arzu edirəm hər birinizə. İnşallah növbəti izahlarda görüşərik. Növbəti izahlarımız təkrar sınaq nömrə 2 və nömrə 3-ün izahı olacaq. Salamat qalın, özünüzü qoruyun, Allah'a əmanət olun.